Salam, hörmətli uşaqlar. Ümid edirəm hər biriniz yaxşısınız. Mən 216 nömrəli tam orta məktəbin rəqəmsal bacarıqlar müəllimi Cəbrayılova Vüsalə. Bu günləri sizlərlə ikinci sinif mövzusu olan robot məsələlərindən bir nümunə üzərində həmin məsələləri sizlərə izah etmək istəyirəm. İlk öncə robot üçün robot bizdə icraçı adlanır və icraçı bizdə təyin olunan nöqtəyə gedib çatmalıdır. Və biz həmin icraçı üçün müəyyən konkret olaraq əmrlər yazmalıyıq və onun yolunu, necə deyərlər, təyin etməliyik ki, hansı yolla irəliləsin. Ola bilər ki, bir proqramda bir neçə yol ola bilər. Ola bilər ki, bir neçə yol istiqamətdə robot irəliləsə həmin nöqtəyə çata bilər. Biz bu zaman nə etməliyik? Biz ən qısa və ən sadə yolu seçməliyik. Yəni proqramı həll etmək üçün, həm də kodun az yazılmağı üçün biz ən qısa və ən rahat yolu seçməliyik. Biz burada şəkildə də görürük ki, robotumuz müəyyən istiqamətdə dayanıb və onun bu X nöqtəsinə çatmaq üçün bir yol robotumuzun, icraçımızın arxa tərəfindən başlayır, bir yol isə sağ istiqamətdən başlayır. Gəlin baxaq görək robotu idarə edən hansı əmrlərimiz var. İrəli addım at, sola dön, sağa dön. Bu əmrlərdən nə zaman istifadə edilir? Gəlin o barədə danışaq. İrəli addım at robotu irəliyə aparmaq üçün istifadə olunur və bunun sayı müəyyən edilir xanaların sayı ilə. Əgər robotun qarşısında neçə xana varsa, mütləq ki, o həmin istiqamətdə o sayda xanaların sayına bərabər olan şəkildə irəli addım atmalıdır. Sola dön və sağa dön əmrləri nə zaman istifadə olunur? Biz dedik ki, robotumuza müəyyən bir necə deyərlər, müəyyən bir nöqtə verilir və həmin nöqtəyə gedib çatmalıdır. Həmin nöqtəyə gedərkən robotumuzun üzü hansı istiqamətə baxırsa və yol həmin istiqamətdə, yəni robotun gedə biləcəyi istiqamətdə deyilsə, həmin robotun sağında və yaxud da solunda qalırsa, bu zaman biz dönmə əmrlərindən istifadə edirik. Ola bilər ki, biraz cümlələr gəliz gəlsin, gəlin icra edək. İcra etdikcə mütləq ki, başa düşəcəksiniz. Biz baxırıq ki, robotumuz dedik ki, iki yolumuz var. Bir robotun sağ istiqamətində qalan yol, bir də robotun arxası istiqamətində qalan yol. Biz görürük ki, biz burada mütləq necə deyərlər, robota dönmə əmri verməliyik. Çünki robotunla üzbəyüz, yəni robotun qarşısında gedəcək bir yol yoxdur. Bir yol sağdadır, digər yol isə arxada. Mən hal-hazırda robotumu sağ yolla hərəkət elətdirmək istəyirəm. Baxın, burada normal halda, sərbəst halda başlayanda əmri var. Mən yazacağım digər əmrlər bu başlayanda əmrinə bitişməlidir. Mütləq və mütləq şəkildə ki, icra olunsun. Proqram tam olmalıdır. Mən icraçıma birinci olaraq ilk növbədə sağa dön əmri qoyuram. Baxın, əmri qoyduqdan sonra icra edirik. Baxın, robotumuz sağ istiqamətində döndü. Biz buradakı vəziyyətdən görürük ki, bizim robotumuzun qarşısında deməli 3 xana var. Amma bizim getmək istədiyimiz yer həmin xananın neçəsindən ibarətdir? İkisindən ibarətdir ki, biz sonra dönə bilək. O zaman 2 dəfə irəli addım at əmri qoyuram. 1 və 2. Baxaq, nəticəyə baxaq. İrəli addım atdı. Baxın, robot hansı istiqamətdə baxır və robotun getmək istədiyi yol robotun sağ tərəfində qalır. Görürsünüz uşaqlar, baxın, burada robotu icra etdik, sağ tərəfdə qalır. Ona görə mütləq robot sağa dönməlidir. Yenə icra edirəm. Baxaq. Sağa döndü. Görürsünüz, hal-hazırda yol və gedəcəyimiz yol və xanalar üzbəyüzdür. Yəni, siz təsəvvür edin ki, siz evə getmək istəyirsiniz və sizin eviniz əsas yola nəzərən sağda yerləşir. Siz mütləq ki, sağa dönməlisiniz. Baxın, robotda icra edərkən bu nüanslara diqqət etmək lazımdır. Robotun üzü hansı istiqamətə baxır. Deməli, biz dedik ki, qarşıda 2 xana var. 2 dəfə irəli addım atmalıyıq. 1 və 2. Yeni icra edək. Addım icra edirəm ki, sizə aydın olsun. Döndü. 2 addım irəli addım atdı. Gördünüz, qarşıda yol yoxdur. Yol X nöqtəsi robota nəzərən sağda mı qalır, solda mı qalır? Biz görürük ki, sola dönsək, yenə daha doğrusu sağa dönsək, yenə geri qayıdırıq. Deməli, ha tərəfə dönməliyik, sağa dönməliyik ki, X nöqtəsinə yaxınlaşa bilək. Bu zaman sola dön əmri qoyuram.
Yenə icra edirəm. Addım-addım icra edirəm ki, hər bir nüans aydın olsun. Baxın, robotumuz döndü. Düzgün istiqamətə döndü. Qarşıda neçə xana qaldı? 2 xana. Deməli, 2 dəfə mütləq nə etməlidir? İrəli addım atmalıdır. 2 irəli addım at qoyuram. Yenə icra edirəm. Baxaq. Aha, qalxdıq yuxarı. Yenə sola döndük, irəli addım atdıq. X nöqtəsi robota nəzərən sağdadır yoxsa solda? Robotun yerində özünüzü təsəvvür edin. Təsəvvür edin ki, robotun üzü istiqamətində dayanmısınız və sizin getməli olduğunuz nöqtə robota nəzərən solda yerləşir. O zaman sola dön əmrini yerləşdirirəm. Sola dön əmrini yerləşdirirəm. Yenə icra edirəm. Yenə icra edirəm. Qalxdım. Döndüm. 2 addım atdım, yenə döndüm. Bax, görürsünüz, bu zaman X nöqtəsi ilə robot üzbəüzdür. Yəni, X nöqtəsinə çatmaq üçün robotun sonuncu əmri nə olmalıdır? İrəli addım at. Çox uşaqlar X nöqtəsindən əvvəl sonlandırırlar, çatmamışdan əvvəl. Baxın, bu formada bir dama qalmış sonlandırırlar. Bu olmaz. X nöqtəsindən mütləq və mütləq loru dildə desək, X nöqtəsindən tapdalamalıdır. X nöqtəsini tapdaladıqdan sonra əmr bitir. Yəni, ümumiyyətlə dərsimiz bundan ibarətdir. Yəni, bu və digər məsələlər robot üzərində bu formada icra olunur. Ümid edirəm, qısa da olsa sizlərə az da olsa məlumat verə bildim. Hər bir robot əmrini icra etmək üçün mütləq xanaları saymalısınız və hansı istiqamətdədirsə, lazımi istiqamətdə həmin robotu döndərməlisiniz. İzlədiyiniz üçün təşəkkürlər.